Rübabə Muradova 1933-cü ildə Mirzə Xəlilin ailəsində dünyaya gəldi və yalnız bir sənətkar yox, həm də vətənə, ailəyə, həyatın hər anına bağlı bir insan idi. Uşaqlıq illərində böyük bir sevgi və sənətə olan meyl onu həyat yoluna çıxarır. Amma həyatın özündən gələn çətinliklər onun qarşısını alır. 1946-cı ildə İranda milli hökumət süqut etdikdən sonra Rübabə Muradova və ailəsi həyatı təhlükə ilə qarşı-qarşıya qalır. Xəlil ağa və onun ailəsi Azərbaycana köçür və bu böyük dəyişiklik Rübabənin həyatına yeni bir səhifə açır. Burada Salyanda məskunlaşırlar və Rübabə öz sənət yolunu tapmaq üçün ilk addımlarını atmağa başlayır. Rübabə Muradova əslində heç vaxt asanlıqla irəliləməyib. Onun həyat yolunda qarşılaşdığı çətinliklər və sınaqlar onun daxili gücünü və iradəsini daha da gücləndirib. Gənc yaşlarından o, mədəniyyət evində oxumağa başlayır. Amma ailəsi bu addımına qarşı çıxır. Həm də mədəniyyət evindəki təcrübə ona gələcəkdəki böyük uğurlara yol açacaq ilk addım olur. Ələsgər Ələkbərov Rübabə Muradovanın istedadını erkən aşkar edir və onu Bakıya dəvət edir. Bakıya gələndən sonra Xəlil ağa ilə münasibətləri sona çatır. Lakin o, heç vaxt sənətini bir kənara qoymur. Dövlət Filarmoniyası, opera və balet teatrında peşəkar olaraq yüksəlməyə başlayır. Bakıda yaşadığı çətinliklərə baxmayaraq, Rübabə sənətini izləyir və çox böyük obrazlar yaradır. Rübabə Muradova Bakıda Tələt adlı şəxs evində kirayə qalır. Bir müddət sonra Tələt ilə evlənir və bu evlilikdən bir qız olur. Ancaq bu ailədə Rübabənin sənətini bir kənara qoymaq üçün səylərini artırır. Tələt onu sənətdən uzaqlaşdırmağa çalışır. Ancaq bu, Rübabəni qətiyyən dayandıra bilmir. Bəhram Mansurovun təkidi ilə Leyli və Məcnunda Leyli obrazını yaradır. Onun bu performansı tarixə düşəcək qədər mükəmməl olur. Xalq artisti Canəli Əkbərov deyir, Rübabə Leylinin şanlı söhbəti səhnəsini o qədər təbii oynayırdı ki, bütün zal ağlamağa başlayırdı. Hər dəfə deyirdi ki, mən Leyli obrazını canlandıranda ölüb dirilirəm. İkinci dəfə ailəsi dağıldıqdan sonra Rübabə Muradovanın həyatında böyük bir yük qalır. İki qızının və ailəsinin yükü onun çiyinlərinə düşür. Xalq artisti adını tez almasına baxmayaraq, xarici ölkələrə və İrana getməyə icazə verilmirdi. Həyatının hər anında vətən həsrəti ilə yaşayan Rübabə son zamanlarına yaxın Ərdəbil torpağını görmək arzusu ilə yaşasa da, bu ona qismət olmur. Qaraciyər sirrozundan əziyyət çəkən 50 yaşlı sənətkar 1983-cü ilin avqust ayında vəfat edir. Amma onun adı çəkilən Ərdəbil torpağında deyil, Azərbaycan sənətində və xalqının qəlbində əbədi qalacaq. O bir sənətkar olaraq yalnız səhnədə deyil, həyatının hər anında bizi bir şəkildə dərindən təsirləndirən bir xatirə olaraq yaşayacaq. Rübabə Muradova vətəninə olan sevgisi ilə həyatını yaşayan, qəlbi ilə, sənəti ilə, xalqının unudulmaz hissəsinə çevrilən bir sənətkar olaraq həmişə bizimlə olacaq. Vətən həsrəti ilə ölüb, amma xalqının qəlbində daima yaşayacaq. Niçin səni bəs unuda bilmirəm, niçin səni bəs unuda bilmirəm, unuda bilmirəm. Niçin səni bəs unuda bilmirəm, niçin səni bəs unuda bilmirəm, unuda bilmirəm.